Aristokratlar, zadəganlar evlərində tutuquşu saxlayırlar, daha sonra onları azadlığa buraxırdılar və nəticədə Londonda tutuquşların populyasiyası geniş miqyas aldı. Dediniz, onlar zərər vericidir. Bəli. Niyə? Mən ümumiyyətlə bu invasiv növlərin Sərçələri məhv edirlər deməyin. Çünki sərçələr yerli quşların yuvalarını dağıdırlar və onlar fevralda çoxalmağa başladılar. Artıq bizdə köç edən quşlar gələndə həmin yuvalar artıq tutulmuş olur. Tutuquşların dimdikdə çox sərtdir. Ağacları oyaraq yuvaları genişləndirirlər. Məsələn, ağac dələnlərin, sincapların yuvalarını da dağıdırlar. Bu yəni elmi araşdırmalarla öz təsdiqini tapmış bir faktlardır. Çox maraqlıdır ki, tutuquşlar bir çox növə zərər versə də eyni zamanda bizdə alabaxta adlanan iri meşə göyərçini var. Onun yuvalama yerini də artırır. Yəni öz yuvalarını genişləndirirlər. Özləri bala çıxandan sonra alabaxtalar həmin yumurtaları istifadə edir. Bugünkü gündə şəhərdə alabaxtaların sayının artmasının bəlkə də səbəblərindən biri məhz tutuquşlardır. Amma onu qeyd edim ki, yəni biz bunu araşdırmalıyıq. Ölkəmizdə təəssüf ki, belə bir araşdırma aparılır. Alabaxta hansıdır? O bizim bildiyimiz göyərçinlərdir. Yox, bildiyimiz göyərçinlər deyil. Daha iri ölçülü olan, xalq arasında alabaxta olaraq bilinir. Yəni kitabdakı adı iri meşə göyərçinidir. Ən son 2023-cü ildə Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilmiş bir quş növüdür. Onun əvvəlki illərdə ovuna da icazə verilirdi. Amma onu qeyd edim ki, onun sayı artmaqda olan bir quş növüdür və əslində mənim fikrimcə ümumiyyətlə qırmızı kitabda olmalı olan bir növ deyildi. Bu artıq uzun müzakirə mövzusudur ki, hansı səbəblərdən bu qırmızı kitaba əlavə olunub.